Bakının Yasamal rayonunda fəaliyyət göstərən SV klinikası səhiyyənin bir çox sahələrini əhatə edir. Bu tibb ocağı geniş profilli olmaqla xəstəliklərin diaqnostikasını və müalicəsini özündə cəmləşdirir. Mən 15 gün bundan qabaq doktor Səmədova müraciət eləmişəm. Mənim biraz cavan oğlanam, problemlərim var. Həm də biraz başımda ağrılar var, işlə əlaqədar. Müayinədən keçdim, analiz elədilər və mənə diaqnoz qoydu. Ondan sonra başladı məni müalicə eləməyə və 20 gündür ki, özümü yaxşı hiss edirəm. Ancaq bir şey də var ki, mən 2 klinikada öz belimi yoxlatdırmışam. Məndə osteoxondroz diaqnoz qoyublar. Mənim belimi, yəni ki, mən doktor Səmədova deməmişəm. Dedim, yəni ki, sonradan onu müalicə eləyərəm. Ancaq bu 20 gün ərzində bu bel ağrısı da məndə keçdi. Burada sonsuzluğun ləğvi, prostat vəzninin atrofiyasının və adenomatoz düyünlərinin qısa müddətdə dərman vasitəsilə müalicəsi, saç tökülmənin qarşısının alınması, uşaqlarda sidik ifrazatı pozğunluqları, oğlan uşaqlarında və kişilərdə cinsi inkişafın geridə qalması üzrə tibbi xidmət göstərilir. Beyin orqanizmin tonusu deməkdir. Beyin bütün ömrünə, bütün orqanlara da təsir eləyir. Prostat vəzninin də problemləri, prostat vəzninin hipertrofiyası və yaxud atrofiyası və yaxud prostat vəzidə əmələ gələn adenomatoz düyünlər, onun əsas səbəbi beyinlə əlaqədardır. Ondan sonra mübadilə prosesləri, hansı ki beyinlə tənzimlənir, hormonal pozuntuları verə bilər, hansı isə hormonal dəyişiklikləri verə bilər. Bu hormonal dəyişiklikləri də prostat vəzidə bütün vəzlərdə kimi orada da dəyişiklikləri verə bilir. Ona görə 98-99% kişilərdə prostat vəzidə dəyişikliklər ola bilər, olur da. Bundan da heç qorxmaq lazım deyil. Çünki konkret biz səbəbi tapandan sonra o səbəbdən də qorxmaq lazım deyil. Bu nevroloji dəyişikliklərdir. Bu psixiki təsir, psixiki xəstəlik deyil. Nevroloji xəstəliyi də biz dərmanlarla, hasantla konkret az müddətdə aradan götürə bilirik. Prostat vəzni də normallaşdıra bilirik. Hipertrofiya olsun, atrofiya olsun, yəni balacalaşma və yaxud adenoma düyünlər əmələ gəlsə prostat vəzidə. Klinikada insan beynindəki müəyyən patoloji halları əl dırnaqlarının formasına görə təyin etmək olur. Burada aparılan müşahidələrdən belə nəticəyə gəlmək olur ki, qarın nahiyəsindəki yırtıqlar və qalxanvari vəzin patologiyaları insan beynindəki nevroloji pozuntular və ya irsi meyilliliklər nəticəsində baş verir.